Salam, Pensiyadan Nə Xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdə olasınız. İndi isə keçək videomuza. Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətlərində aparılan islahatlar fonunda pensiya və sosial müavinətlərdə nəzərdə tutulan yeni dəyişikliklər cəmiyyətin ən çox maraq göstərdiyi mövzulardan biridir. Dövlət büdcəsinin sosial önəmli xərclərini ildən ilə artırması, xüsusilə minimum pensiya məbləğlərinin, yaşa görə müavinətlərin və həssas qruplara verilən dövlət ödənişlərinin mütəmadi olaraq indeksləşdirilməsi fərqli mexanizmlərin tətbiqini zəruri edir. Yeni mərhələdə sosial ödənişlərin təyinatı prosesində rəqəmsallaşmanın genişləndirilməsi, pensiya kapitalının formalaşdırılması şərtlərinin humanistləşdirilməsi və pensiya yaşının tənzimləməsi ilə bağlı təkliflərin hüquqi müstəvidə dəyərləndirilməsi gözlənilir. Bu dəyişikliklər təkcə vətəndaşların cari maddi təminatını artırmağa deyil, həm də uzunmüddətli dövrdə sosial sığorta sistemi maliyyə dayanıqlığını tam təmin etməyə hədəflənib. Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, dövlətin sosial siyasətində aparılan son dəyişikliklər pensiya təminatı sistemində ədalətlilik prinsiplərinin daha dərindən qorunmasına və inflyasiya təsirlərinin tam kompensasiya edilməsinə yönəlib. Pensiya və sosial müavinətlərin artırılması, eləcə də bu sadə yeni tənzimləmə mexanizmlərinin tətbiqi birbaşa olaraq ölkənin iqtisadi potensialının və büdcə gəlirlərinin yüksəlməsinə söykənir. Yeni dəyişikliklər çərçivəsində minimum əmək haqqı və minimum pensiya məbləğlərinin artırılması, istiqamətində addımların atılması, həmçinin xüsusi kateqoriyalı vətəndaşların, əlilliyi olan şəxslərin müavinətlərinin optimallaşdırılması prioritet təşkil edir. İnflyasiya dərəcəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi, mexanizmin daha da təkmilləşdirilməsi və vətəndaşların əmək stajı ilə bağlı tələblərin yumşaldılması aztəminatlı ailələrin sosial müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək. Onun sözlərinə görə sosial islahatların növbəti mərhələsində müavinətlərin vahid sistem üzərində optimallaşdırılması və pensiya hüququ qazanmanın asanlaşdırılması daxili bazarda alıcılıq qabiliyyətinə də müsbət təsir göstərəcək. Yeni gözlənilən hüquqi dəyişikliklər pensiya yaşına çatmış, lakin kifayət qədər pensiya kapitalı toplaya bilməyən vətəndaşlar üçün güzəştli keçid şərtlərinin yaradılmasını ehtiva edir. Bu yaşa görə müavinət alan şəxslərin bir qisminin pensiya sisteminə daxil olmasına imkan verəcək ki, bu da onların daha yüksək aylıq gəlir əldə etməsi deməkdir. Eyni zamanda çoxuşaqlı analar, zərərli işlərdə çalışanlar və şəhid ailələri üçün nəzərdə tutulan xüsusi müavinətlərin differensiallaşdırılması və məbləğlərin artırılması dövlətin sosial rifah modelinin miqyasını göstərir. Bu cür struktur islahatlar sosial ədalətin bərqərar olması və əhalinin real gəlirlərinin qorunması baxımından müstəsna iqtisadi əhəmiyyət kəsb edir. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmağı unutmayın.